Mənfi yüklənər. Bu yüklər bir-birini ya cəzbiyyata dəf edər, izah harda, Newton qanununda. Təbiət bu aləmin bütün proseslərini yaradan tabidir fiziki qanunlara. Gəlin ey dostlar, öyrənək fizikanı, bəlkə birlikdə kəşf etdik tapılmamış qanunları. Mübahisədən sonra Ayşənin iştirakı ilə gözəl bir rəqsə baxar. Cazibə Arximed qüvvəsinə aiddir. Soğan qaba kartofu salıram. Kartof batır. Batmasına səbəb kartofa iki qüvvə təsir edir. Ağırlıq qüvvəsi və Arximed qüvvəsi. Ağırlıq qüvvəsi Arximed qüvvəsindən böyük olduğuna görə kartof batır. Yəni, kartof sudan ağır olduğuna görə suda batır. İndi isə almanı salaq. Alma suda üzür. Üzməsinə səbəb almaya təsir edən ağırlıq qüvvəsinin Arximed qüvvəsindən kiçik olmasıdır. Hətta bilirsinizmi, qarğalar da Arximed qüvvəsinin qanunu bilirlər. Qarğa yarım su ilə dolu qrafindən su içmək üçün daş atır. Daş atdıqca suyun səviyyəsi qalxır və qarğa asanlıqla suyu içir.
Bizim aparacağımız təcrübə maqnitlərə aiddir. Kütlə rəngi eyni olan maqnitləri bir-birinə yaxınlaşdırdıqda onlar bir-birinə itələnir. Əgər maqnitin şimal və cənub qütblərini bir-birinə yaxınlaşdırsan, onlar bir-birini cəzb edəcəklər. Doğrudan da eyni adlı maqnitlər bir-birini itələyir, müxtəlif adlı maqnitlər isə bir-birini cəzb edir. Stəkanı dik batırdıqda içərisinə su dolmur. Çünki stəkanın içərisindəki hava stəkana suyun dolmasına mane olur. İndi keçirdiyimiz təcrübə atmosfer təzyiqinin havada olduğu kimi suda da olmasının sübutudur. İndi aparacağımız təcrübə suda güzgün işığın təsiri nəticəsində ağ işığın müxtəlif rənglərə ayrılması əsaslanır. Əvvəlcə dayaz qaba su tökürük. Sonra güzgünü suda maili vəziyyətdə yerləşdiririk. Təcrübəni aparmaq üçün kağız və fənər götürürük. Fənərin işığını güzgünün səthinə yönləndiririk və bu zaman ağ işıq güzgüdə sınaraq kağızda müxtəlif rənglərə ayrılacaq. Biz bu təcrübəni sabun köpüyündə də göstərə bilərik. Hörmətli və dəyərli iştirakçılar, indi isə gülməli və məzəli atalar sözlərini dinləyək. Uşağı buyurma, özün yuyur. Keçən suya getməz, çünki evinə su çəkdirir. Dost dosta zəngi də, səcəm sesimiz gərək. O da olmayan yerdə kebab pişməz. Keçi kontrakt arır, qəssab abına ayında. Uzaq qohumdansa Wi-Fi ilə qonşu yaxşı. Səhərdən gedən özünə konsertinə aparır. Yeddi A sinif iştirakı ilə maraqlı dost səhnəciyir. Bir gün zalım padşah alimi zindana salır. Bundan ampermetr xəbər tutur və alimi xilas etmək üçün yola düşür. Yolda voltmetr, ampermetrlə rastlaşır və ondan soruşur. Ampermetr, hara belə? Eşidibsən? Zalım padşah alimi zindana salıb. Gedirəm onu xilas etməyə. Sən necə kömək edəcəksən axı? Mən dövrə quracam və dövrədə cərəyan şiddətini ölçəcəm. Hər sənə dövrə alınmır. Mühəssissən, dövrədə gərginliyi ölçəcəksən. Mən də səninlə gəlirəm. Dövrədə gərginliyi ölçərəm. Mən razı. Ampermetr və voltmetr yola düşürlər. Biraz getdikdən sonra onlara atar rast gəlir. Dostlar, hara gedirsiniz? Mən və voltmetr gedirik saraya, alimi padşahın əlindən xilas etməyə. Mən dövrədə cərəyan şiddətini, voltmetr isə gərginliyi ölçəcək. Mən sizinlə mütləq gəlməliyəm. Mən olmasam dövrədə necə qapayacaqsınız? Biz razı. Dostlar yola düşdülər. Sonra onlara lampa rast gəldi. Dostlar, hara gedirsiniz? Mən, voltmetr və atar gedirik saraya, alimi padşahın əlindən xilas etməyə. Mən cərəyan şiddətini,
Voltmetr gərginliyi, açar isə dövrəni açıb qapayacaq. Siz padişaha mənsi üçün qalib gələ bilməzsiniz. Mən işıqlı lampayam. Hər evdə, hər otaqda, küçədə də varam mən. Mən işıqlı lampayam. Çətin əriyən metaldan vardır mənim möhkəm telim. Mən də özünüzlə aparın. Qaranlıqda sizə yol göstərərəm. Biz razı. Bu məqamda xəbər çatır mənbəyə və o tez əl-ayağa düşüb gəlir. Bildiyimə görə deyəsən siz yalnız saray tərəfədir. Mən də sizə qoşuluram. Mən gizli mənbəyəm, hər bir dövrəni qidalandırıram. Mən olmasam heç zaman heç bir dövrə qidalanmaz, enerji alınmaz. Gəlin dövrə qurub alimi xilas edək ki, o fiziki qanunlar və yeni kəşflər etsin. Dost dar gündə tanınar. Gözəl, maraqlı və dəyərli bayatılarımızı dinləyək. Əzizinem bu yükə, de kim çəkər bu yükü? Həmişə cəzb eləyər, müsbət yük, mənfi yükü. Əziziyəm, yüngül gələr. Yükü, yüngül gələr. Cisim suyun içərisində, çəksi yüngül gələr. Əzizim el dərdi, ova dərdi, el dərdi. Aman qısa qapanma, şiti külə döndərdi. Əzizim yer dəyişdi, ovalar yer dəyişdi. Qüvvənin təsiri ilə cisimlər yer dəyişdi. Əzizinem cərəyan eylər, akarsu cərəyan eylər. Yükü zamana bölək, qisməti cərəyan eylər. Əzizim saliyədir, hər adı saliyədir. Zaman üçün əsas vahid 1-2 saliyədir. Artıq tədbirimiz yekunlaşır. Sizə tədbirimizdə iştirak etdiyiniz üçün təşəkkür edirik və 6A sinif şagirdi Aydın və Nərgizin iştirakı ilə rəqsə edirik.
təşəkkürümüzü bildiririk. Çox sağ olun. Bizi xeyli həm əyləncəli, həm Viskanın sirləri ilə tanış elədiniz. Mənim üçün şəxsən çox maraqlı oldu. Çox sağ olun, təşəkkür edirəm. Arzu edir ki, belə tədbirlərimizin sayı çox olsun. Yeri gəlmişkən Şərlan müəllim, icazə versəydiniz Ayşə Azərbaycan birinciliyi alıb o medalını təqdim edərdik. Təşəkkür edirəm hamınız üçün. Şərlan müəllim, çox sağ olun. Uşaqlar da sağ olun.